İndi sən təsəvvür et ki, bir ailədə xoş gün görmürlər. Ailə münasibətlərində balans 5-in 1-ədir. Yəni sən 5 dənə qəşəng ünsiyyət, gözəl rabitə və bir dənə ixtilaf olanda neqativin gücü o qədər çoxdur ki, o 5 dənəni unudur. Kahnemanın belə bir teoriyası var. O deyir ki, proporsiya 5-in 1-ə olmalıdır. Yəni bir dənə ixtilaf 5 dənə yaxşını aparır. 5 dənə xoş gün, bir dənə ixtilaf, bir dənə söz-söhbət bunlar bərabərdir. Ailə davam eləyəcək. Əgər 5 dənə xoş gün, 2 dənə söz-söhbət, bu deməkdir ki, -1 ailə münasibətləri uduzdu. 5 dənə yaxşı, 3 dənə neqativli, 3 dənə konflikt, bu artıq yenə də mənfi bal ailənin zərərinə. İndi sən təsəvvür et ki, bir ailədə xoş gün görmürlər. Xoş münasibət, xoş kontakt ancaq bir dəfədir. Əvəzində 5 dənə, 6 dənə ixtilaf var, neqativlik var, bir-biri ilə ziddiyyət var. Xoşagəlməz hallar yaşayırlar. Bu nə qədər çox olursa, ailə get-gedə dağılır və ailədən heç nə qalmır. Müəyyən bir vaxtdan sonra zahir də onu qoruya bilmir, övlad da qoruya bilmir. Qohum-əqraba nə deyər, valideynlərim nə deyər də qoruya bilmir. Deməli nisbət nə qədərdir? 5-in 1-ə. Bax sizə desəm ki, bir dənə keçmişinizi düşünün, xatirələrinizi mənə deyin. Ən çox beynimizə gələn kimsə rəhmətə getdi, hardasa problem oldu, bunlar beynimizə gəlir. Və yaxud da ailə münasibətlərində deyim ki, həyat yoldaşınla bağlı nə təəssüratın var. Beynimizə ilk olaraq ancaq neqativlər gələcək. Bu onu göstərir ki, neqativin sayı yox, keyfiyyəti güclüdür. Yəni sən deyə bilməzsən, axı mən sənə bunu elədim, onu elədim. Yoldaşın sənin barəndə beynində neqativləri deyir. Sən də bu tərəfdən əsəb olursan, deyirsən, axı mən səni bura apardım, ora apardım, bunu elədim. 20 dənə yaxşılıqlar sayırsan. Adam yaxşılıqları görmür. İndi görməmək özü də bir bəladır. Əslində bu yaxşılığı insan görməlidir. Ancaq deməyim odur ki, bizim psixologiya bu cür işləmir də. Bizim psixologiyamız rasional deyildir, bu irrasionaldır. Bir dənə neqativ adamın beynində qalır və adam narahat olur.